İdman zallarında cavan insanların qəfil ölüm səbəbləri. Artıq sosial mediada və televiziyada bu çox müzakirə olunur və sual olunur ki, bu cavan insanlar xüsusilə də idman zallarında qəfil ölümünün səbəbi nədir? Bunlardan biri haqqında danışmaq istəyirəm. Bu sindromun adı uzanmış QT sindromudur. Uzanmış QT sindromu insanda anadan gəlmə ürəyin elektrik keçiriciliyində olan bir pozuntudur. Nəticədə ürəyin ritmləri arasında zaman bir qədər uzun olur. Xüsusilə QT arasında, ona görə adı da belə gedir, uzanmış QT sindromu. Bəs bu özünü necə büruzə verə bilər? Xüsusilə cavan insanlar özünü qəfil fiziki yüklənməyə məruz qoyursa, yəni heç bir məşq görmədən, heç bir hazırlıq görmədən qəfil ağır yükün altına girirsə, ağır fiziki çəkilərlə işləyirsə, bu zaman ani bayılma, huşun itməsi, gözün qaralması və ürəyin dayanması baş verir. Ürəyin dayanmasının səbəbi xüsusilə mədəciklərdə fibrilyasiyalar baş verir, səyrimə baş verir və ondan sonra ani ürək dayanması baş verir. Yəni cavan insanlarda heç bir dediyim kimi tromb problemi olmayan, heç bir təzyiq problemi olmayan insanlarda 30-40 yaşlarında ani ölümlərin səbəblərindən böyük bir qismi uzanmış QT sindromudur. Dediyim kimi özünü də bu əlamətlərlə büruzə verir. Bəs nə etmək lazımdır? Mən təklif eləyirəm ki, mütləq surətdə o insanlar ki, məşqə başlamaq istəyirlər, onlar mütləq bir kardioloqun müayinəsindən keçməli və ən azından elektrokardioqramma adlanan bir müayinədən keçməlidirlər. Çünki bu uzanmış QT sindromunu əvvəl heç bir əlamətlə özünü büruzə verməyə bilər. Yalnız bu fiziki yüklənməyə məruz qaldıqdan sonra xəstəliyin əlamətləri üzə çıxa bilər. Təkcə uzanmış QT sindromu anadan gəlmə deyil, eyni zamanda bəzi dərmanların qəbulundan sonra da baş verə bilər. Ona görə tövsiyəmiz mütləq surətdə əvvəlcədən müayinə olunmalı, ondan sonra isə artıq müəyyən bir məşqlərə başlamalısınız.